Münasibətlərdə belə insanlar yatağı fikirləşirlər. Artıq münasibətlər də ciddiləşə bilmir. Gördüm, sevmədim, xoşuma gəldi, bərabər olduq, bitdi. Biz xoşlayırıq ki, hər şey tez olsun və bu tezlik bizə əlavə həyəcan verir, maraq verir və biz istəyirik ki, hər şeyimiz tezləşsin, hər bir işimiz tez bitsin. Mübahisə olanda həll eləməyə çalışma. Blokad çıxsın, getsin. İllər öncə 4 saatlıq Hind kinosuna baxan insanlar indi WhatsApp-da 2x-dan səsə qulaq asırlar. Hoş gördük hər birinizi dəyərli Natamam Podcast dinləyiciləri və dəyərli Natamam Podcast izləyiciləri. Hər kəsə salam, icazə ver danışımdan xahiş edirəm. Əleyküm salam. Podcast Qarşınızda şortla əyləşdiyimə görə böyüklərdən üzr istəyirəm. İlk dəfədir ki, məncə eyni giyinmişik. Yoxsa qışda da amma belə olmuşdu, heç bilmirəm, ağ-qara. Stakanlarımızı göstərək. Belə olmamışdı. Ağ-qara. Belə olmamışdı heç vaxt. Olmamışdı, ağ-qara. Necəsən? Həftən necə keçdi? Bu qədər yorğunam ki, həyat beni çox yorğun. Həftən bilmirəm, biz ucu yay bitirdi yəni. Nə deyə bilərəm ki? Mən elə yaya girmədən yay bitir. Keçən həftədən yatmamısan deyəsən. Yatıb dincəlməmsən doğru. Əksinə çox yatmışam. Çox yatmışsan. Bu həftə daha yaxşıyam. Dostlar, prosta yayda hər kəs məncə yorulur. Təbii ki, yorğun olursunuz, təbii ki, ac olursunuz, təbii ki, susuyursunuz. Bunlar hamısı normal şeylərdir. Elə bu dəqiqədə gedin qəşəng bir çaydan, kofedən, qəşəng bir yeməkdən, zaddan qoyun qabağınıza. Çünki maraqlı mövzu danışacağıq bu gün sizinlə. Yeməyi xüsusi qeyd etdim. Çünki biz bu günlərin fast food münasibətlərdən danışacağıq. Yəni buradakı fast food yemək mənasında fast food olsa da münasibətlərin fast fooda bənzədilməsindən danışacağıq. Fast food nədir? Daha tez yeyə bildiyimiz, daha tez bitirə bildiyimiz yemək formasıdır. Münasibətlərdə də bax belə şeylər son zamanlarda görünür. Ona görə də biz bu gün adını da elə özümüz qoymuşuq. Fast food münasibətlər. Bundan danışacağıq. Siz nə edirsiniz? Kanala abunə olursunuz. Fikirlərinizi şərhdə yazırsınız. Bizə iyanə edə bilərsiniz, dəstək ola bilərsiniz. Ko-Fi'dən və yaxud da Patreondan bizə dəstək ola bilərsiniz, bizə iyanə edə bilərsiniz. Biz isə vaxtı heç uzatmırıq, keçirik mövzumuza və başlayırıq. Sənə belə bir sual vermək istəyirəm. Yes. 10 il bundan qabaq qurduğun dostluqlarla son 2 ildə qurduğun dostluqların arasındakı böyük fərq nədir? Sual belə olmadı. Dostluq qurursan mı? Qurmuram. Yəni bu gəl belə eləyək də bu dostluğu şey kimi, münasibət kimi də götürə bilər. Yəni hər hansı bir insanla normal bir münasibətə girməyə, salamlaşma, sağollaşma, dərdləşmə, nə var nə yox. Uşaqlar, biz siz nə edirəm? Bu formül deyil, bu məsləhət də deyil. Bu sadəcə mənim artıq seçdiyim bir yoldur. Əvvəllər harda toksik insan var idisə çəkirdim özümü. Bilmirəm, yəni mən elə bilirdim ki, cəmiyyət bunları dışlayır. Məsəl üçün cəmiyyətin xoşlarına gəlmir. Ta ki mənim yanımdakı insanlar belə deyirdilər ki, balam bu toksikdir ki, mən də bunu bilirdim toksik olduğunu. Amma şey deyirdim, hər insan dəyişə bilər. Natavan, bu insanı şifalandıra bilərsən. Natavan, bu insanı sağaltmaq sənin əlindədir. Sən ondan dostluq qur. Hər kəs dışlayır, sən dostluq qur deyə nə qədər mən toksik insan, Elman da yarısını tanıyır zaten. Və sadəcə dostluqda yox, hər bir ilişkidə yığmışdım da yəni və gördüm ki, artıq mən özüm toksikləşirəm. Artıq mənə zəhər axıdırlar. Bir dənə şey var, söz var. Zibilliklər içində sənsə, səndən zibil üfunət iyi gələcək. Güllər, çiçəklər içində sənsə, gəzirsənsə, dolaşırsansa, ətrafında çiçəklər varsa, səndən çiçək ətri gələcək. Buna görə deyirlər ki, bir nəfər sizsiz, ətrafınızdakı 4 nəfəri elə seçin ki, çünki o 5-ci olan onların yansımasıdır sizə. Yəni nədirsə ətrafın, sən də ondan ibarətsən və mən görürdüm ki, mən olmaqdan çıxmışdım. Toksikləşə dəyişmişdim. Ona görə də hal-hazırda elədiyim şey nədir, qısa kəsim. Münasibət qurma. Məsəl üçün tanıyıram kimsə, tanışdıq. Nə gözəl qızsan, məsəl üçün, nə yaxşı. Davay. Məsəl üçün, bura getdik, buranı gəzdik, buranı gördük. Всё. Mənə o fərq maraqlıdır. Fərq 10 il bundan qabaqki Natavanla indi son bu 2 ildəki Natavanın arasında nə kimi fərq
var bu münasibət qurumunda? Nələrə fikir verir, nələrə diqqət edir, nələr önəmlidir onun üçün? Nələr əvvəl necə idi, indi necə olub? Artıq mən bilirəm ki, yəni hansısa insan hansı niyyətlə yaxınlaşır. Gözəl. Hə, istifadəçi, çıxarıcı insanlar kimlərdir, amma sənə bu gün heç bir şey demədən, səndə tutaq ki, məndə sınamaq da var. Məsəl üçün deyirəm ki, mən bu gün məsələn keyfim yoxdur, gəlməyəcəm və ya mənim bu gün imkanım aşağıdır falan. Səndən imkan deyən oldu. Gəl, danışaq. Ya da ki, zəng vurur anidən, dərdivi danış. Biri də elemandır da, yanımda oturub. Yəni və necə deyim, heç elmanı sınamağa ehtiyac da yoxdur. Plus da ki, artıq o qədər diqqət eləyirəm ki və mən bilirəm ki, kimdir o, kimdir toksik, kimdir sağlıqlı ilişki və yenə də deyirəm, mən artıq dostluq qurmamağa çalışıram. Bizə niyə? Çünki özüm belə hələ o toksik zəhərlərdən özümü təmizləməyə çalışarkən, insan axı içindəki hissini yansıdır qarşıya. Mən bilirəm ki, mən elə orada sağalmamışam, sağalmayan tərəflərim var. Mənim yansıtdığım insan yenə də mənə o şəkildə gələcək, yenə də mənə istifadə eləməyə amaçlı gələcək və mən yenə də sınanacam. O qədər də şey eləmirəm. Hani gəlir, mən bilirəm ki, mən bir sınaqdayam yenə də. Gəlir, görür ki, yox, burada bu ikinci veriliş ki, mən burada şey deyirəm, enayi yazılmayıb və o adamı yola salıram ya da bir müddətli yanımda saxlayıram, gəzməyə zada lazım olur. Heç kəs inciməyəcək mənə bu sözümə görə və inanın ki, bəzən acı dilli olmaq lazımdır. Bu həyatın gerçəkləridir, uşaqlar. Yəni, bəziləri ilə sadəcə yaxşı gün üçün lazımdırlar sizə. Pis günündə zaten sənin yanında olacaqlar və sonları görəcəksən. Bir dənə də dəyişdiriblər bu sözü. Pis günüm, yaxşı günümdə də yanımda olan insanlar lazımdır. Yəni, o da şey deməkdir, hani uğurlarıma sevinən falan insanlardır. Təbii ki, sənin sualını bayağı uzatdım, qısa kəsim deyə. Yəni, Elman, artıq mən münasibət qurmuram. Quranda da ki, min ölçüb, bir biçib, o şəkildə addım atıram. Belə daha dərinə getmirəm artıq, saatlarca enerjimi sərf eləyim, dinləyim, dərdinə dərman olum. Elə deyil. Bəzilərini həqiqətən siz şifalandıra bilməzsiniz. Bəziləri həqiqətən də özü çırpıra, başı daşa dəyə-dəyə özü öyrənməlidir. Siz ona yoldaşlıq eləyə bilməzsiniz. Ona görə də bu şəkildə mən saxlayıram. Səndə necədir vəziyyət? Çox qısa cavab verəcəm. Mənim də əslində səndən elə böyük bir fərqim yoxdur. Çünki mənim də ətrafımda sağlamam. Mənim də ətrafımda böyük bir dost kütləm yoxdur. Artıq yəqin ki, bizim daimi izləyicilərimiz bilir ki, mənim bir dənə dostum var. O da mənəm. Sən dost deyilsən, sən düşməz. Çox şey eləmə. Çingizə buradan yenə salam göndərim. Bir dəfə insanı görməmişəm, o qədər eşitmişəm haqqında. Yaxşı ki var. Yox, təbii ki, sən də həmən siyahdan, ya siyahım elə də böyük deyil, siyahım elə də uzun deyil. Zaten ehtiyac da yoxdur. 2 nəfərdən ibarətdir. Kifayət eləyir. Amma o ki qaldı fərqə. Məsələn 10 il bundan qabaqki Elmanla son 2 ildəki Elmanın arasında fərq varmı? Atla milçəyə qədər. Fərq var arasında. Mən bilmirəm bu nədir? Bürclərdənmi yaranan bir xüsusiyyətdir, xasiyyətdir, nədir bilmirəm. Məndə belə bir şey var idi. Var eləyəcəm. Var fikirləşmədən. Vericilik. Həll eləyəcəm o məsələni. Düşünmürdüm ki, bu insan mənim müvəqqəti dostum kimidir. Düşünmürdüm ki, ümumiyyətlə bu insan dost olmağa layiqdirmi? Düşünmürdüm ki, ümumiyyətlə bu insanın həyatımda olmasına nə dərəcədə razılıq, şərait var və yoxdur. Bu kimi şeylər eləyirdim. Onları yığışdırmışam. Hər deyilən söz mənim üçün artıq belə deyək də önəm kəsb eləmir. Söz sadəcə sözdür. Mən daha çox əmələ, mən daha çox edilən işə, ortaya qoyulan o belə deyək də efor deyirlər də, yəni ona önəm verirəm ki, tamam dostdur, bu dost deyirsə, əgər dost olmaq istəyirsə, nədir, nə deyil. Suallar falan filan və köhnə Elmanı, belə deyək də, qoyursan bir qırağa, artıq təzə Elman kimi düşünməyə başlayırsan. Və bunun mənim həyatıma xeyri varmı? Xeyri var təbii ki. Sənin də sözünə qüvvət olaraq həyatımda o
toksik insanlar, lazımsız insanlar yoxdur artıq. Yəni varsa da, gəlmək istəyirsə də onları mədəni şəkildə uzaqlaşdırıram bundan. Fikirlərimiz buydu. Sizsə kanala abunə olun. Siz də öz fikirlərinizi şərhdə yazın. Məsələn, sizə belə bir sual verim. Sizin 10 il bundan qabaq həyatınıza daxil elədiyiniz, daxil eləmək istədiyiniz dostluq münasibətlərindəki verdiyiniz qərarlarla son 2 ildə verdiyiniz qərarların arasında nə fərq var? Resurs çox önəmlidir. Resursu hər kəsə xərcləyə bilməsən, resurs da enerjidir əslində. Yəni bu ən çox da toksik insanlara xərclədiyimiz zamana yazıq. Ocu görürsən ki, onlara yox, əslində sən özünə vaxt xərcləməydin. Onlara dərdinə yanmaq, telefonda asılı qalmaq, problemini həll eləmək. Bunlar hamısı vaxtdır. Elə onun yerinə özünü sağaldardın. Artıq zaman keçdi olsa bilirsiniz. Eynən. Və biz davam edirik. Birinci bəndimizlə növbəti hissədə tanış olacaqsınız. Və biz qaldığımız yerdən davam edirik. Davam edirik və birinci bəndimizlə davam eləmək istəyirik. Gəl razılaşaq ki, hal-hazırda sürət əsrində yaşayırıq. Yəni gördüyümüz hər bir iş sürətli, gördüyümüz hər bir işi sürətli eləməyə çalışırıq. Qəbul elədiyimiz hər hansısa bir informasiyanı sürətli qəbul eləməyə çalışırıq. Sən elə özün canlı nümunəsən. Məsəl üçün videolara və yaxud da fikir vermişəm Natavadına. Məsəl üçün səs göndərəndə WhatsAppda falan bununla bağlı bir şey də deyəcəm. 2x-lə qulaq asmaq kimi bir xasiyyətim var. Yəni sürətli, tez bitsin, tez başlasın, tez bitsin, tez olsun. Bu normaldır. İlk öncə bunu deyim. Yəni bu dəqiqə belə deyək də zəmanə bunu tələb eləyir. Bu da bizim şuur altımıza bu sosial şəbəkələrdəki qısa videolardan falan filan gəlib oturub. Mənim nəyimin deyirdin, onu başa düşmədim. Səndə var o xasiyyətdə. Səsə 2x-lə qulaq asmaq, podkast videolarına sürətlə baxmaq. Yəni sən canlı nümunəsən. Yəni yaxşı bir şeydir də, deyirsən. Əslində normal bir şeydir, çünki bu artıq normallaşır. Bəzən 3x-ə ehtiyacım olur, inan. Yəni sözümü nəyə gətirirdim? Bir dil çünki zamana çox dəyər verirəm. Dil uzmanı, Elə uzman gedir bizdə də. Dil uzmanı kimi tanıdığım bir xanım var. Adətən mütəxəssis. O xanımın bir tövsiyəsi var. Deyir ki, həmişə WhatsAppda kiməsə səs göndərəndə öz səsinizə qulaq asın. Zaten mən həmişə belə eləyirəm. Yəni burada məqsəd nədir? Nitqini düzəltmək, danışığını düzəltmək. Mənim bir dənə tanış eks-padruqam var idi. O heç vaxt mən onun səsinə qulaq asırdım onun yanında da. Nəsə bir şey olurdu ki, açmalı olurdum. Bağla qulaq asmaq istəyirəm. Nə olub? Yox, zəhləm gedir öz səsimdən falan və həqiqətən də kobud danışırdı. Düzəltmirdi də danışma. Özünü dinləməlisən. Özündəki o minuslar nədirsə, mənfilər nədirsə, o mənfiləri tapıb çıxardıb onların üzərində işləməlisən. Bax bu səncə, bu hər şeyin belə fast olması, tez olması da, bu ani baş verməsi. Sən nə düşünürsən? Səbrimiz tükənib deməkdir bu. Yoxsa buna başqa ad verirsən? Həm səbrimiz tükənib, yəni tahammül sınırlarımız yoxdur da. Çox qısa cavab ver. Səbrimiz tükənibmi? Bu o demək ki, səbrimiz tükənib. Çünki bundan sonra verəcəyim sualda sən uzun danışa biləcəksən. Tamam. Yəni, sual nə idi? Bütün bunların baş verməsi, sürətli olmaq, hər şeyi sürətli eləmək, bu o demək ki, bizim səbrimiz tükənib yoxsa yox? Tükənib. Yaxşı, indi danış görüm. Niyə səbrimiz tükənib? Nə təsir eləyib bizim səbrimizin tükənməyinə? Bunun psixoloji olaraq bir şeyi varmı? Təsiri varmı? Psixoloji olaraq bir problem varmı? Nədir? Natavan. Sən başla, mən də deyəcəm. Çünki alternativi artıq görmüşük. Yəni bizə alternativ sunulur ki 1x, 2x, 1.5x, 2x falan və alternativdə biz özümüzü o qədər gəlişdirmişik ki və belə deyim də sıxılırsan, ümumiyyətlə fərqi yoxdur. Sən videonu izləmə. Ya da hansısa bir insanın səsinə qulaq asma, yaşamağı artıq əlimizdən gəlsə alternativ olsa, onu belə 2x-a qoyacaq. Əslində biz deyirik ki, heç nəyə vaxtım çatmadı, heç nəyə vaxtım qalmadı, amma insan içində o qədər sıxılır ki və o qədər məsəl üçün boş-boş danışıqlar görür, boş-boş yaşam görür, boş-boş həyat görür. İstəyir bunu 2x-a alsın ki,
merak duygusu da var məncə biraz da. Məsələn bundan sonra nə gələcək? Görürsən 100%, bundan 100%. o da var və yenə də dediyim kimi alternativ var deyə plus da səbri tükənib hə. Sən də deyirsən ki, səbəb nədir? Mən səbəbi buna görə görürəm. Alternativi var deyə plus da ki, nə dedim? Bir də ki həyatı tezləşdiririk ki, bir dahaki etap nədir görəsən? Məsələn, merak duygusu. Başqa nə dedin? Yəni mən bunu düşünürəm. Mən belə deyərdim bu məsələ ilə bağlı. Ki birinci belə iki sual verərdim özümə ki, bu fikirlə, bu dediyim fikirlə razısanmı? Hə yoxsa yox? Hə, razıyam. Eyni sənin olduğu kimi. Səbəb nədir buna? A few moments later. On ildən sonra podkastda biz Few moments later. qocam alsa da cavab. Səbəb məncə ümumiyyətlə baş verən hər şeyin, yəni ani baş verən bir hadisənin verdiyi dopamin. Biz xoşlayırıq ki, hər şey tez olsun və bu tezlik bizə əlavə həyəcan verir, maraq verir və biz istəyirik ki, hər şeyimiz tezləşsin, hər bir işimiz tez bitsin. Əslində mən bayaq o əlimizdən gəlsə 2x qoyardıq sözünü dedim. Belə baxanda siz hiss edirsiniz artıq günlər heç 24 saat deyil, 12 saat kimi falan bir şeylər olur. Çox sürətli gedir. Biz nətərdə bax genel bir şey desək, səbrimiz tükənib, bro. Səbrimiz tükənib. Hadi yakalım. Vəssalam, qurtardı getdi. Bəs niyə tükənib Elman? Niyə tükənibin səbəbini axtarıb tapsaq, oyda burada. Sən deyirəm mən də deyəcəm. Məncə mən bilirəm. Burada bilirsən nə qədər səbəb var. Sadəcə özündən yola çıxaraq bir dənəsindən ən mən səbrimi kontrol eləməyə çalışıram. Amma mənim səbrimin tükəndiyi vaxtlarda motivasiyasızlıq olub. Bilsən nətərdir o irəlidəki işığı görə bilməmək olub, gələcəyi görmək deyəndə şey mənasında demirəm də. Yəni gələcəkdə nələr ola bilər, ehtimalların. Mən indi oturub irəlidəki gələcək 5 ilinin planını quran adamam. Hal-hazırdakı Elman budur. 2 il bundan qabaq Elman belə deyildi. Amma səbrim tükənibmi? Düşünmürəm səbrim tükənib. Amma böyük əksəriyyətin səbri tükənibmi? Bəli. Bunun səbəbi nədir? Oy. Bəs sən də istəyirsən ki, sürətlənməyə hər şeydə? Mən bugünə qədər WhatsApp-da o funksiya çıxandan yadıma gəlmir ki, nə vaxtsa kiminsə səsinə 2x qulaq asım. Şakasın. Heç vaxt eləməmişəm. Bunda sən səbirli insansan. Bunu çox səmimi deyirəm. Sən səbirli bir də sinirləri sakit birisən. Adam 6 dəqiqəlik səs göndərsə belə, mən deyirəm ki, ona 2x-də qulaq asmaqdansa, lütfü vaxtımı gözləyərəm, vaxtım olsun, o 6 dəqiqənin hamısına qulaq asım. Mənə çatmaz o 2x-də. Çox yaxşıdır, çünki mən bir dənə yaşam koçuna qulaq asırdım. O qadın da deyirdi, Azərbaycanlı özdə. O da deyirdi ki, mənim videom belə Allah bilir deyir 1.5 ya da 2x-dən qulaq asırsınız. Bu deməkdir ki, siz beyninizdə tələsirsiniz. Sən deyir oturmusan, amma hələ 2x-a qoyursan. Çünki sən qaçırsan, deyir tələsirsən. Ona deyir qoy 1-ə və sakit şəkildə. Bir də deyir məni yəqin ki deyir hansısa bir iş görə qulaq asırsınız. Onu da eləmə deyir. Sadəcə tamamilə mənə odaqlan. Bu sənin özüvə də meditasiya kimi bir şeydir. Hani Elman çox yaxşı bir şey eləyir. Bu insan səbrini tərbiyə edir. Çünki bir şeyi nə qədər çox eləsən, o şeyə alışqanlıq yaranacaqsan. Mən deyirəm axı, 2x-a qarşı o qədər bir alışqanlıq yaranıb ki, mən 3x, mənə yetmir. Düşünün, bəzi kinolara belə 2x falan abartmıyorum da 1.5x falan qoyuram. Çünki buna qarşı şey yaranıb da, nə deyirlər? Antitez deyirlər, panzehir yaranıb. İmmunitet yaranıb. Ona görə də o çox yaxşı bir şeydir və o qadın dediyi yaxşı bir şeydir. Bacardığınız qədər bunu mən özümə də deyirəm təbii ki, sakit şəkildə, məsələn bizim podkastlarımızda bəlkə də nəsə iş görə zamandan mən əslində ona görə eləyirəm. Zamandan qazanıram. Yenə də zamandan qazanmaq üçün. Amma bu yandan da bir şeylər sənə dərk etməməyə başlayırsan. Bir yandan meditativ halda qalmamağa çalışırsan. Buradan girir, buradan çıxır. Düşün 2x buradan girir, buradan çıxırdı. Bəzi şeylərdə lazımdır. Qonşunun sənə atdığı səsdə ya da nədəsə bu
girdi, tez həll elədin, qurtardı getdi. Amma bəzi şeylərdə podkast kimi ya da yaşam koçundan nəsə həyat dərsi alırsan ya da vacib bir məsələdir, sonunu həqiqətən də həzm eləməyin üçün. Çünki sən niyə Elman bəzi şeylərdə sən dedin psixoloji tərəfini sonra həll eləmək zat olacaq da bəzi şeylərdə. Bəzi şeylərdə də biz o qədər tezləşdiririk rejimi ki, bura bizə nə olur? O an həll eləyib daha çox informasiya yığır. Daha çox informasiya yığır. O informasiya topluluğu, bolluğu, kirliliyi yaradır. Və lazım olmayan anda gecənin bir yarısı sən yata bilmirsən. Eynən. Ya da ki gic-gici yuxular görürsən. Nədir budur da? Bəli. Başqa da bir şey deyəcəkdim. Sən düşünənə kimi, məsəl üçün mən belə bir şeydə hiss eləmişəm özümdə. Məsələn 2 il bundan qabaqki Elmanla indiki Elmanın yolda maşın sürəndəki o hərəkəti, tavrı atla milçəyə qədər fərq var. Yenə misal çəkəcəm. Mən çox səbirsiz idim. 2 il bundan qabaq mən çox səbirsiz idim. Mən hər şeyə acıqlanırdım. Hər kəsə söz atırdım. Mənim arxamda bax Elman məsəl üçün atıram. Maksimum çalışıram belə eləməyim. Məsəl üçün 90-lıq yolda 70-lə gedir. Arxamdan biri gəlib mənim 70-lə getdiyimə görə məni ötüb keçəndə əsəbləşirdim ki, sən kimsən, nə mənə keçirsən dərəcəsində problemim var idi mənim. Mən başladım özümə etməyə. Özümü tərbiyə eləməyə. Ki bu olmaz. Qışqırmaq, söymək, dalaşmaq. Bilsən nətərdir? Tural Yusifov DJ Tural. Tural Yusifovun çox qəşəng bir sözü var, o həmişə işlədir onu. Deyir, o cür insanları deyir, çıxsın geçsin də həyatından. Yəni, zaten düz deyir, yəni bu insanın mənim həyatıma bir qatqısı yoxdur da. Tamam, gəldi, qabağımdan aftoşluq elədi, 2 təkər qaldırdı, qabağını qaldırdı, arxasını qaldırdı. Nə idi, fərqi yoxdur, fərq eləmir. Yəni, bunun mənim, bırax çıxsın geçsin, çıxsın həyatından, sən doğru olanı elə. Və bir şey tapdım. Biz əgər doğru olanı eləsək, hər şeyi kullanma kılavuzu ilə eləmiş olsaq, biz məncə o sürətin düzəldə bilərik, o sürətli işləri görməyi. Məsəl üçün, WhatsAppda səsə 2x-dən qulaq asma, normal qulaq as. Düzələcək. YouTube'da videoya 2x-dən halına gətirmək. Normal bax, düzələcək. Bir yandan da bir şey fikirləşirəm. Bunların nə marağı var ki, bax bunları bu 2x-i qoyublar ora? Elman, hamısı əslində bilinç, nə deyirlər, kütləvi bilinci idarə etmək üçün olan şeylərdir. Bir şey sən xeyirvədirsə, bil ki, başqasının da orada xeyrinə olan nəsə də var. Bir videoya 2x-lə baxmaq YouTube'un xeyrinədirmi? YouTube'un bəlkə də algoritmasını dəyişmir, amma insanın o an hissini, hər şeyini dəyişir. Ki, məsələn, oturub koskoca Google niyə fikirləşib ki, gəl şeyə 2x sürətli video qoyaq? Bəs nəyə görə shortslar fikirləşilir? Bəs nəyə görə TikTok'da 3 dəqiqəlik videolar tükə? Yəni shorts qalsın da shortsluğunda. Bütün bunların hamısı sənin bilinç sistemini tezləşdirmək üçün. Elə sənin səbrini tükədin əslində bu alışqanlığın olur. Yəni, bax belə şeylərə diqqət eləmək lazım. Bəli, düşün əvvəl YouTube'da hani reklam bəlkə atla deyə bir şey də yox idi. 2x vapşı yox idi. Shorts yox idi. Hə, TikTok'da da ki ara sıra. Və onda biz nə edirdik? Səbirlə videolara baxırdıq, reklamlar çıxırdı, reklama da baxırdıq. Bu bizi səbirli insan halına gətirirdi. Amma indi, yəni sən başa düşdün? Qurduqları sistemə görə insan sistemi yaradılıb. Başa düşdüm və mən onu belə bir şeylə müqayisə eləyərdim ki, illər öncə 4 saatlıq Hind kinosuna baxan insanlar indi WhatsApp'da 2x-dən səsə qulaq asırlar. Yəni 4 saatlıq Hind filminə baxmağa səbrin varsa, çox qəşəng dedin, eynən. Deməli indiki bu WhatsApp'da göndərilən səsə fərqi yoxdur. Hind kinosu yəni aşağılamaq kimi. Yo, elə deyil. Hindi keç Avatara. Avatardan neçə nəfər durdurdu. Mən özüm belə sıxıldım. Yəni halbuki adam orada bəlkə də vizual zat, yəni sən sıxıldın, amma ona oturub baxan var. Deməli buna baxa bilən varsa, bunu necəsə dürtüb düzəldib bir şey. Bir də sən bir şey dedin bayaq, belə Instagramda da bir dənə video bloger var, o şey eləyir. Hani yolu ötüb keçən birisidir. Onu gəlir deyir, abi, şimdi sən nədən bunu böyle yaptın? Falan deyir, insanları sakitləşdirir, əllə sıxışırlar, gedirlər və gizli kameraya çəkir. Ya da biri agresiv bununla yolda dava eləyir falan. Ən çox da yolda keçir onun əhvalatları. O kadar adam sakit bir adamdır ki, yəni özünü orada belə çünki o özü bilir ki, onun içindəki çaxnaşma da onu yansıdan nəsə və
özünün o versiyasını bilirsən Elman, belə baxmaq lazım. Nəsə bu biraz spiritualizmə girəcək. Prosta mən bunu sənə deyirəm, istərsən paylaş, istərsən paylaşma. Elə baxmaq lazım dünyaya ki, hər şey bizim bir yansımamızdır. O an biz yansırız. Sən o görürsən, öz tərəfi çözmüsən deyə, zaten sən o çox da səbrivi sınayacaq bir şeylər çıxmayacaq qarşı və əmin ol buna. O məsələn qabaq sən aqressiv idin deyə hər dəfəsində səni ötməyə çalışan insanlar ya da səndən davaya girişlər. Bunlar hamısı sən çünki İndi ötməyə çalışana yol verirəm. Hə, onu Evren görür ki, burada maraqlı bir şey yoxdur. Başa düşün, sən o səbri öyrənmisən. Bir dənə nəsə başqa bir şey də deyəcəydim. Yəni sistemin dayatmasıdır. Hə, səbrə görə dedin. Mən dedim ki, səbrimiz nəyə görə tükənib səncə bəs? O da məncə sən dedin ki, bəs mən səbirliyəm falan dedin. Mən özümdə deyim, mən də 3-4 il əvvəl məsəl üçün bir dəfə taksi ilə tələsirəm və o qədər böyük bir həyəcan keçirdim ki, Elman, əslində həyəcan keçirməməliyəm. Mənim individual bir dərsimdir. Mən ora çatmağa çalışıram. O qədər pis oluram ki və gecikdim. Ona qədər də heç vaxt belə bir şey olmamışdı və valideyn mənə durdu gəldi dedi ki, bəs Natama xanım, siz bundan sonra vaxtı nəsə dəyişək, siz həm də gecikirsiniz. Dedim ki, bu məndə dedim ilk dəfə də olub və mən dedim probka zat, mənə dedi, yox, xahiş edirəm təkrar olmasın zat və mən həmin gün status paylaşdığımı bilirəm, çünki mən qorxusuz bir insanam. Valla biri gedər, beşi gələr. Həmin gün status paylaşdım ki, bəzi dedim valideynlər elə bilirlər ki, mənim təkərim var, məndə təkər yoxdur. Mən avtobusla ya da maşınla ya da neynəsə gəlirəm, amma mənim ayaqlarımın təkəri yoxdur. Mən insanam. Mən sizin evinizə gəlirəm və mənə biraz o qadın da o statusu görmüşdü. Natım xanım, mən sizin deyəsən xətrinizə dəymişəm, üzürlü sayım. Mən belə buna görə yox. Sadəcə həqiqətən uşaqlarım falan. Mən həmin gün bunu öyrəndim ki, sən tələssən də, stres keçirsən də, nə də olsa, sən o dərsə çatırsan, başa düşdün günün sonunda. Alacağın pulu stresə görə də yine dərmana da tökəsi deyilsən. Ondan sonra inanırsan Elman, elə bu tələsməsi o kadar rahat. Yəni planımı elə qururdum və deyirdim. Gecikmək kaderimdə varsa gecikəcəm. Və bunu sadəcə anlayış göstərmək lazımdır. Səbrin tükənib söhbətində də mən də artıq səbirli olmağa çalışıram və nəyə görə tükənmişdi? Çünki bəzi insanlara vaxtından verdiyimiz dəyərlər, bəzi yaşanmışlıqlar, zatlar, bizən vaxt ayıra bilmirik o insanlara. Nəyə görə? Məsəl üçün deyirsən 2x, həyatı belə 2x alırıq. Çünki deyirsən, bu da onsuz belə çıxacaqdı. Bu onda nəyə görə dəyər verməyək? Keçmişdə dəyər verdiyin insanları yadva salırsan, keçmişdə yaşanan hadisələri yadva salırsan. O qədər travmalı da qalırlar ki və deyirsən, bu da eyni şeyi mənə yaşadacaqdı. Ona görə də heç mən nə resurs xərcləməyim, nə zamanımı xərcləməyim. Artıq biz insanları belə 2x almışıq, balam. Balam ama. Kanala abunə olmağı unutmayın, şərh yazmağı unutmayın və bizi dəstəkləyin. Biz sizə davam edirik. Deməli, növbəti toxunmaq istədiyim başlıq budur, Nata. İnsanların əşyalaşması. Burada əşyalaşmaq dırnaq içində qeyd olunub. Nə deməkdir o? Bax, bu dostluqların, iş ortaqlarının və belə deyək, münasibətlərin çox tez bitməsi. Bunlar da var həyatımızda. Yəni, biz elə bir hal baş verəndə niyə problemi həll etmək əvəzinə dərhal adamı belə deyək, o silməyi düşünürük. Mən. Yəni, blok atıram. Niyə problemi həll eləmir Natavan? Silməyi daha doğru hesab eləyir. Bilirsən niyə? 1 deyil, 2 deyil, 3 deyil. Yəni bu insan sınanır da. Görürsən ki, bir dəfə şans verirsən, yenə eyni səhv eləyir. Yenə şans verirsən, yenə səhv eləyir. Üçüncüdə mən şəxsən zamanıma qənaət eləyərək deyirəm ki, mən bu insandan 5 saat çənə yormaq istəmirəm. Sözümü deyirəm və həmin adama deyirəm ki, danışmayaq. Görürəm ki, yox, yenə də məndən nəsə bir konflikt istəyir, nəsə bir şey, direkt blok. Yəni elədiyimin düz olduğunu demirəm. Sadəcə mən həmin an çirkinləşmək istəmirəm. Yəni düşünürsən ki, əslində özümü blok atıram. Məsələni həll eləməyə qalxsan çirkinləşərsən deyə düşünürsən. Bəzən həll olunur qəşəng şəkildə, amma əgər həll olunmursa, həll olunmayan dərəcəyə keçibsə, mən orada onu yox, özümü blok atıram ki, mən artıq yoxam sən üçün, məndən işin olmasın. Yaxşı, belə bir sual verəcəm sənə. Mən indi səninlə mənim aramda olan münasibətdən danışıram. İlk insandır ki, Elmanı mən heç vaxt blok atmamışam. Bax, mən onu soruşmaq istəyirəm. Bax, səninlə bizim nə qədər normaldır da, indi iş şəraitində mübahisələrimiz olub, bu normaldır.
ikimiz də eyni fikirdə ola bilmərik. Birimizin fikri üst-üstə düşməyə bilər digərinin fikri ilə. Amma aramızda bu o qədər şeylər oldu. Niyə mənə bir dəfə blok atmamısan? Niyə mənə başa salmağa çalışmısan? Hə, Elman, çünki Elman birincisi olğun insandır və empatiya qura bilən insandır. Plus da ki Elmanda şey yoxdur, hani üstüvə gəlmir. Mənə bir də məndə elə bir xasiyyət də var. Üstümə gələndə elə bir ki mən daha çox deyirəm ki, bəsdə, yəni sus, sakit qal, bəsdə biraz şey. Elmanda elə bir şey yoxdur. O deyir, mən deyirəm, o deyir, mən deyirəm. Sonda o da susur, mən də susuram. Və ona görə də heç blok atmaya ehtiyac qalmır. Bəzən bəzi insan dedim axı, konfliktdə məni zorlayırlar ki, mən onlarla konfliktə girim. Və mən demək onların yanaşma şəkli doğru deyil. Və bəzən həyatda da bu olub. Sadəcə telefon virtual aləmə aid deyil. Demişdim, sənə bir podkastımda da danışmışdım. İş yoldaşım məni konfliktə zorladı və mən həmin an dedim ki, hə, tamam, yaxşı deyib onu canlı bloka atdım. O da bu da oyla danışmırdım. O günlərdə öz sadəcə dedi ki, Natıma, yəni mən haqsızlıq eləmişəm sənə falan. Mən yəni bloka atmaqla təhqir eləmiş olmuram. Yenə də deyirəm, sadəcə bloka atmaq təhqir deyil. Sakitliyə alıram iki tərəfi. Mən amma belə bir şey deyim, mən bloka atmaq təhqir deyil. Amma bloka atmaq məncə çox asant bir belə deyək də mübarizədir. Deyir, döymə başa sal. Çox asant bir şeydir. Yəni bloka attım. Tamam, niyə bloka attın? Niyə başa salmadın? Yəni niyə eləmədin ki, sən onu bloka atmadan qoyasa nə yazmasın? Bu arada bir dənə də adam var həyatımda. Mən onu da bloka atmamışam heç vaxt. Bir dostum var, mən onu da heç vaxt ex dostum var. Mən onu da heç vaxt bloka atmamışam çünki sağ olsun çox gözəl susub, mən də susmuşam və bitib. Yəni bu da önəmlidir. Bax, əslində bu da bizim hər şeyi sürətləndirməyimizə gətirib çıxardan bir şeydir. Bax, həmin an bitsin. Həmin an bitsin. Münaqişə var, mübahisə var. Bəs mən bayaq dedim axı, çünki keçmişdə yaşamışam bu şeyləri. Ay, buna da amma bir də vaxt harcayacağım, onsuz da anlamayacaq düşüncəsi ilə bağlayıram söhbəti. İşte bax, bu da bizim şuur altımıza yerləşib artıq. Bu da bizim şuur altımızda özünə bir yer eləyib. Mübahisə olanda, mübahisə belə deyək də, həll eləməyə çalışma. Blokat çıxsın, getsin. Qısa kəs çıxsın, getsin. Başa salmaq kimi bir bacarığın varmı? Var. Başa sala bilməsənmi? Başa sala bilərsən. Amma deyirsən ki, yox, işte tez olsun, blokada var. Hadi, getdin. Aynen. Bir də İlman, amma bir şey də var. O insan mənim həyatımda nə qədər mənim üçün önəmlidir ki? Olmasın. Mənə bax. Burada söhbət şeydən getmir. O insanın sənin həyatında hər hansısa bir önəmi olub olmamaqdan söhbət getmir. Sadəcə olaraq yəni sən o məsafəni qısaltma ki, tez bloka atım, tez çıxsın, getsin məsələ. Başa sal, qoy heç bloka atmağa ehtiyac olmasın. Amma şey də olur. Niyə onda belə çıxır ki, bizim danışıq qabiliyyətimizdə də problem var, hə? Biz onda belə çıxır ki, fikrimizi də doğru ifadə edə bilmirik, hə? Mən sana ona görə dedim ki, bəzi insanlar bilmirəm, başqa insanları bilmirəm, amma mən şəxsən yenə də deyirəm. Bu arada mən bloka atdıqlarımı sonra blokdan da çıxardıram. Çünki o bloka atılan an mənə nəsə deyirdi, mən qulaq asmadım, bitdi də. Ondan sonra zaten o mənə yazmır, mən ona yazmıram. Hani orada bir tık kənarda qalır. Çünki mən həmin an üçün blok atıram. Bəziləri var, blokdadılar illərinə. Çünki mən bilirəm ki, belə pis çıxmasın, saqqızdılar. Bir dənə görsə hekayəm, ya da bir dənə görsə profil şəklim, ya da bir dənə nəsə prosta sınamaq üçün belə yazacaq və heç lazım deyil. Amma hansı ki, o mən konfliktə girəcəkdim, o an o söhbəti bağlayıram. Özüm də səssiz qalmaq üçün, onun da səssiz qalması üçün. Bir neçə müddət sonra çıxardıram blokdan və zaten bir-birimizdən danışmırıq. Nömrələr də kontaktdan silinir. Sən çox haqlısan. Kaş ki səbir göstərib, sakit-sakit danışsam, sakit-sakit həll eləsəm. Amma yenə də deyirəm, sadəcə uzaq görənliyimlə deyirəm ki, bu insan düzəlməyəcək. Plus da ki, sayıram ki, Natıvın həyatında nə qədər yer tutur, o qədər də yox. Ona görə də sağ ol, mən sağ ol. Dərslərimi almışamsa, bitib də. Yəni o insan mənim həyatımda nəyə görə var idi? Bu sualları verirəm həmişə özümə. Və bu insanın həyatımda yenə də olmasını istəyirəmmi? O da var axı. Yes. İstəyirsənsə, Elman, istəyirəmsə, həqiqətən mən onu bloka atmaram. Söhbətimizin ən maraqlı hissəsi bu oldu. Çox xoşuma gəldi. Son hissədə sədaqət
haqqında danışmaq Sədaqət kimdir? Yəni, adam olaraq sədaqət yoxdur. Yəni, Üçüncü sədaqət podkasta anlayışı haqqında danışmaq istəyirəm. Ümumiyyətlə sədaqət anlayışı çox forma dəyişib. Yəni bu illər gəlib çox forma dəyişib. Və belə deyək də o sadiqlik var. Həmən sadiqlik insanların özünə yox, onların bizə verdiyi hisslərə olub, yəni formalaşıb belə olub ki, yəni biz insanların özlərinə sadiq deyilik. Biz onların bizə qarşı olan hisslərinə sadiqik. Çünki bu dəqiqə baxsan, yəni fikir verərsən ki, bu dəqiqə sadiqlik demək olar ki, yox dərəcəsindədir. Bu istəyir münasibətlərdə olsun, istəyir dostluqlarda olsun. Məsələn, Z nəslinin dostları çoxdur. Fikir vermisən? Və onlarda bir problem var. Mən bir şeyə fikir vermişəm. Bağlanma yoxdur onlarda. Yox, bağlanmadan da o yana bilirsən onlarda nə yoxdur? Onlar üçün elə bir ki, onlar fikir vermirlər ki, bu dost mənim üçün yararlıdır, yararsızdır. Ya da illərlə sürdürəcəyim bir şeyim olacaq. Onu deyirəm də, bağlanma yoxdur, yəni, duyğusal onların vecinə deyil ki, əşi. Məncə ən yaxşısı o Elman. Mən sənə dedim, axı mən də ucu belənçə düşünürəm. Qaliba mən artıq Z kuşağı oldum. oldum. Amma mənim üçün yox, mənim üçün yaxşısı o deyil Eynatan. Dostluq uzun ömürlü olmalıdır. Yəni dostluq uzun ömürlü olmasa, onun adı dostluq olmaz. Dostluq illərlə çəkən bir şey olmalıdır. Ya ifadəmə görə çox üzr istəyirəm. Çox təəssüf ki, münasibətlərdə belə insanlar yalnız belə deyək də yatağı fikirləşirlər. Bu da artıq baş verməyə başlayıb. Çox təəssüf. Artıq münasibətlər də ciddiləşə bilmir. Münasibətlər də uzun ömürlü olmur. Bu da tamamilə psixoloji bir şeydir. Dəyişikliklər olub, bir şeylər dəyişib, bir şeylər baş verib. Heç kim onun fərqində deyil. Ona görə münasibətlərdə bax bu da görsən bax tez, fast food kimi bir şeydir. Tez. Gördüm, sevmədim. Xoşuma gəldi. Bərabər olduq, bitdi. Sonra da həyatım niyə mənasızdır? Çox yoruldum. Əlbəttə ki, belənçə olur. Çünki axışda yavaş-yavaş irəliləmirsən. Mevlana'nın bir dənə sözü var. Bədənin qaçır, arada saxla, çünki ruhun sənə hələ çatmayıb. Və siz çalışmalısınız ki, həyatınızı dəyişə bilən insanları əlavə eləyəsiniz. Həyatınıza məna qatmayan bir insan, insanın həyatınızda olmasının bir önəmi yoxdur. Bir şey dəyişmir. Günüvü keçir dərsən, bitər. Hara gedər? Yəni bu dəqiqə nə bilim, yox bunu deməyəcəm. Anı birikdirməyəcəksən sən nə olacaq? Qırğın düşər, dava düşər. Anı birikdirməyəcəksən. Siz deyəcəksiniz ki, gedirəm, gəzirəm, şəkil paylaşım. O deyil söhbət. İllər sonra eyni insanla eyni şeyləri, eyni insanla eyni xatirələri bölüşə biləcəyin birisi. Məsələn, hani telefona baxırsan ya da xatirə bax, bu insan da yaxşı idi, amma bir günlük həyatımda. Bu insan da 1 ay, 2 ay. Da nə oldu? Heç olmasa ilə apar, heç olmasa bir neçə, nə bilim, il sürsün də bilmirəm. İlman qınamalı deyil. Mən sənə axı başda dedim, YouTube'dur, TikTok'dur, kütləvi bilincin dəyişdirilməsi, bunlar hamısı heç bir şəkildə qınamalıdır. Sistematik şəkildə irəliləyən bir şeylərdir. Düşünülmüş. Qurbağanı qaynar suya qoy, xod ver, yandı, bişdi, kül oldu. Qurbağanı ilıq suya at, yavaş-yavaş ocaq yandır. O bilməyəcək yandığını. O yavaş-yavaş elə biləcək ki, sudur da isinir falan. Yavaş-yavaş ölməyə başlayacaq. Yo, bu şeydir, teori miydi, nə idi? Hər yerdə deyilən bir şeydir. İşte bu kütlə, biz hamımız o ikinci qurbağayıq. Qaynayırıq. Bir ıssız adam da deyir ki, soğuktan donmaq üzəresin. Uyumaq güzel geliyor ama öldüğünün farkında değilsin. Yəni ki, heç birimiz yavaş-yavaş fast foodla zəhərləndiyimizin fərqində deyilik. Tez bir zamanda sağlam qidalanmağa başlayın. Bəli. Və dostlar, brokoli yiyin, biz yekunlaşdırırıq. Bugün biz fast food münasibətlərdən danışdıq. Yəni sürətli, tez münasibətlərdən danışdıq. Fast food yemək orqanizmə ziyandır. Ziyan olsa belə biz yeməyə davam edirik.
Arada olar. Münasibətlər arada olar. Münasibətlərin də bax belə fast foodlaşması, tezləşməsi heç də doğru bir şey deyil deyə düşünürəm. Çünki amma bəzi indi buna tam olaraq doğru deyil də demək də doğru deyil. Çünki bəzi məqamlar olur həyatımızda, bəzi anlar olur ki, həmin anlarda belə sürətli qərarlar verib, sürətli bir həll yolu tapmaq bizim işimizə yarayır. Ona görə də bizim baxmayaraq ki, indiki belə deyək də bu həyatımızda insanları həyatımızdan asanlıqla çıxara bilirik. Onların qoyduğu izlər olur, onların bizim üçün yaratdığı inciliklər olur daxilimizdə. Və buradan belə bir sual çıxır ki, yaxşı biz insanları həyatımızdan çıxara biliriksə, bəs onların bizə qoyduğu izləri, incilikləri necə? Onları da belə tez şəkildə daxilimizdən, ürəyimizdən çıxarda bilirik? Doğrudanmı hər kəsi bağışlaya bilirik? Qəşəng sualdır ya. Bunun üçün siz bir həftə gözləməli olacaqsınız ki, bu sualın cavabını biz Hamısı sizə... da yaddan çıxacaq. Ona görə də siz özünüz gedin özünüzün cavabı. Tamam, burada qeyd eləyim. Ona görə də Mən yadımdan çıxacaq. ona görə də siz bir həftə gözləyirsiniz, bir həftədən sonra Sezon finalına son 2 bölüm. Hadi bakalım. Görüşərik. Hələlik.